Salamlar xeyir olsun dəyərli futbol sevərlər. Veteranlar Liqasından hər birinizi xoş gördük. Gün növbəti qarşı durmasında Turan Falcons və Razin komandaları qarşılaşır. Hər iki komandaya uğurlar arzulayırıq. Bol qollaq, ədalətli, gözəl bir maç dilirik hər iki komandaya da. Sizləri indi komandaların heyətləri ilə tanış edəcəm. İlk öncə Turan Falcons komandasından heyətləri belədir. Kapitan 8, Ramil Kazımov 10, Əhməd Alcanov 66, Şahin Məmmədov 9, Salih Abdiyev 7, Bəhmən Mehraliyev 11, Ceyhun Qulzadə, bir komandanın qapçısı Ömər Şamiyev 4, Yelmar Nəbiyev və 17, Məhəmməd Vəliyev. İndi Razi komandasının heyətləri ilə sizlərə tanış edeyim. 99, Elnur Novruzov 13, Zaur Əfəndiyev 1, Kamran Əsgərov 14, Seymur Məmmədov 38, Zabir Aslanov 19, Fuad Hüseynov 12, Elşən Muradov və 88, Tural. İki komandaya da yenidən uğurlar arzulayırıq. Layiq olan bu maçdan qələbə ilə ayrılsın deyirik. İləyə doğru uzun ötürmə gəldi. Qarşılandı müdafiədə Turan Falcons komandasında. Qalkiper Ömər topladı. Solcan ötürməsi etdi. Hali ötürmə gəldi sağdan, ha kesmir. İndi zərbə indirdi, Qalkiper dəf etdi bu zərbəni. Bəhmənin zərbəsini Qalkiper dəf etməyi bacardı. Bu qarşısını ötürmək kesmədi. Yenidən out. Bəhmən altı yetirir. Sağ zəngdə kapitan Ramil topladı. Ramildən geriyə ötürmə. Şahin sağ zəng oynanır. Ramil mərkəzdə. Ömər var. Sol zəngdə Salih Abdiyev. Salih keçmir. İndi orada rəqibə qarşı qaydanı pozdu. Zərmə zərbəsi yeni itirildi. Razi komandasında. Eşkəni döndü geriyə, ən geriyə. Qapısarı Kamran gələ gəldi top. Kamran risk oynadı. İndi out. Razi komandasında. Outdan top oyuna daxil edildi. Zabir eləməyə çalışırdı və top itisi gəldi. Out. Turan Falcons komandası outdan top oyuna daxil edəcək. Ramin altdan top oyuna daxil etdi. Yenidən Ramin döndü qapçısına. Ömər Şamiyev. Ramin Kazımov oynadı. Ramin sağdan ötürməli zəhətlədi. Top meydanda qalmır. Out olmaq. Fərdikso. Üstən Turan Falcons komandasındadır. Ötürmə dəqiq alınmır. Out. Razin komandasına keçir top. İləyə doğru ötürmə. Elşən Muradov. Topu özünü saxlamağa mümkün olmur. Top itkisi gəldi Şəmuradovdan. İndi Turan Falcons komandasını hücum izləyirik. Topu qarşı ötürmə, top qapısı Kamranda qalır. Kamrandan İləyə doğru. Üzün ötürmə gəldi, müdafiədə qarşılandı. İndi sol caqda Salih Abdiyev topladı. Salih hərəkət ötürmə edir. Yaxşı keçdi burada rəqibini Bəhmən. Topu qarşı ötürmə, son anda müdafiədə. Fuad İnalma oynadı. Ötürmənin qarşısını kəsdi Fuad Hüseynov. Korner. Bəhmən indi korneri yeni yetirəcək. Bəhmən Mehraliyev qapı qarşısını ötürmə. Zabir qarşıladı. Yenidən. Korner olacaq. Korner yetirir. Zərbə gəldi qapıya. Top qapı istiqamətə getmir. Salih Abdiyev indi zərbəsi endirir. Top fərqli şəkildə. Çərçivədən yan keçdi. Kamran. Qapıdan zərbə ilə oyun hərəkəti qazandırır. Uzun ötürmə edir. Elşən istiqamətinə müdafiədə qarşılandı. Şahin tərəfindən. Hərəkətdə yerini itirdiyi üçün out indi Turan Falcons komandasına keçir. Ramin Kasımov altdan topuna daxil etdi. Qapısı oynadı. Ömər Bəhməni gördü sol zəngdə. Bəhmən bu ötürməsi dəqiq alınmadı. Out Razi komandasının da. Kapitan Fuad Hüseynov. Altdan topuna daxil edildi. Uzun ötürmə. Və top Şahindən meydana tərk etdi. Korner. Korner yetirildi. Qapı qarşısına ötürmə. Ramin Kazımov qarşıladı. Qapı qarşısında top Şahində qalır indi.
Şahin ötürməsi. Yaxşılığı var orada və out. Zirə komansı. Üstürəm. Rozin komansı outdan top oyuna daxil edib. Kapitan Fuat. Top özündədir. Ramin də qazanmağa çalışdı və out. İki kapitanın mübarizəsində Ramin topu out'a yolladı. Yenidən top Fuat Hüseynovadır. Fuat uzun məsafədən zərbə düşündü. Top öz komandasına qalır. Seymur qapı qarşısına ötürmə. Elşən. Ramin gəldi ona və Ramin qaytanı pozdu rəqibinə qarşı. Elşənə qarşı qayda pozuldu. Zəlmə zərbəsi yeni yetirəcək. Razin komandası. Fit səsləndi indi. Zərbə indirilir və gol! Qüvvətli zərbə ilə Elşən Muradov hesabı açır. 1-0. Hesabda irəli çıxır. Belə saxlayın, bax. Çıx. Razil komandası. Möhtəşəm gol izlədiyi bu maçda. Mərkəzdən Turan Falkos komandası hakimin fiti ilə oyuna hərəkətliyi qazandırdı. Ramin Kazımov topladı kapitan. Şahin oynadı. Şahin Məmməd uzun məsafədən zərbəsini endirir. Qalkiper dəf etdi bu zərbəni. Korner yeni yetirilir, amma top meydanda qalır. Meydana saxladı Bəhmən, amma top qapısı Razil komandanın qalkiperi Kamranda qaldı. Sol cinahla ötürmə gəldi. Geriyə ötürmə. Orta, Elşin ortaya saxla. Şahin Salih oynadı. Burada Salih'e qarşı qayda pozuldu. Salih Abdiyev gəldi. Zərbəsi indirir top. Canlı sətdən qayıtdı. Tək canlı sətdə Elşən idi və top ona deyərək meydana qayıtdı. Şahin Salih Abdiyev düşürdü. Out. Turan Falkos komandası outda top oyuna daxil edəcək. Şahin qapı qarşısı ötürmə. Düşündü qalkiper. Kamran çıxdı və topu uzaqlaşdırdı. Seymur ötürməsi alınmır. Top qapısı. Ömərə qədər gələ çatdı. Sol tərəfdə Şahin topladı. Şahin Məmmədov payla ötürmə edir. Sağ cəha Bəhmən. Zərbəsini indirdi qapıya. Top çərçivədən aralı keçdi. Salih var idi qapı qarşısında, amma top ona gəlmədi. Qapıdan zərbə ilə top oyuna daxil edildi Kamran tərəfindən. Ortaya bak. Əla Şahin. Əla. Top meydandan çıxdı. Qapıdan zərbə ilə Elnur top oyuna daxil etdi. Top istə. Yerə doğru ötürmə, son anda Şahin qarşıladı. Top indi Turan Falkos komandasına da yerə doğru ötürmə biraz zəif alındı. Top Razin komandasına keçir. Zabil Seymur oynadı. Yenidə Seymur istiqamət ötürmə. İki mübarizə var. Top Şahində qaldı. Şahin Məmmədov özür irəliməyə çalışır. İndi ötürməsini etdi. Son məsafədən zərbə gəldi qapıya. Qalkiper bu zərbəni dəf eləməyi bacardı. Ceyhunun zərbəsini Qalkiper dəf eləməyi bacardı. Top indi Razin komandasına keçdi. Top Ceyhundan. Ceyhun Qulzadədən meydandan çıxdı. Altı kapitan. Razin komandasının kapitanı. Fuat yeni yetirdi. Seymur oynadı. Seymur döndü qapısına. Elnur. Elnurdan iliyə doğru ötürmə. Top birbaşa qapı xəttindən meydandan çıxdı. Qapıdan zərbə ilə artıq top oyuna daxil edilib. Şahin Məmmədov topladı. Salih Abdiyev oynayır. Salih topu kapitan Ramin Kazımov ötürdü. Qapısı oynayır Ömər. Sağ cinahda Salih topladı. Salih baxır qapıya. Qüvvət zərbələri var Salihin. O zərbələrdən birini göndərdi. Razin komandasının qapısına Qalkiper dəf eləməyi bacarır bu zərbəni. Qapı qarşı ötürmə, Qalkiper. Topa toxundu və top meydandan çıxır. Yenidən korner olacaq.
Salih Abdiyev korneri yetirdi. Qapı qarşı ötürmə. Top indi Zeyhunda qaldı. Sol cəhətdə qapı qarşı ötürməyə düşündü. O da bu cəhətdə uğursuz alınır. Elşən blok qoydu. Hüdog zərbə indirdi Salih Abdiyev. Amma səhəsiməyə toş gəlmədi onun bu zərbəsi. Uzun ötürmə. Gəldi qalkiper Elnurdan. Top Elşəndə qalır indi. Mümkün olmadı. Oyundakı yeganə qolun müəllifi zərbə zərbəsindən möhtəşəm qola imza atmışdı. Elşən Muradov. Salih Abdiyev nə edəcək? Qapısı. Elnur topu uzalaşdırır. Çöldə deyil. Çöldəydi axı. Çöl deyil. Altdan indi top oyuna daxil edilir Zabi tərəfindən. Top qapısı Ömərə qədər gəlib çatdı. Rami Kasımov Makel oynadı. Məhəmməd Vəliyev döndü geriyə. Şahin Məmmədov. Şahin yerə doğru ötürməyə Salih istiqamətinə. Burada Salih'e qarşı qayda pozuldu. Rami. Rami. Sportiya. Şahid. Fit səsləndi indi. Türməsi etdi Salih. Yenidən Salih sağlıcımə. Salih qüvvətli zərbə indirdi. Fuad blok qoydu. Kapitan. Out sol zaten. Turan Falkos komandasınındır. Altın yetirilib Ceyhun. Zərbəsi indirdi qapıya. Top çərçivədən yan keçdi. Turan zərbə ilə dərhal Elnur uzun ötürmə etdi. Sol zaha. Elşən Muradov. Ayağından top ötürüyə bıraxdı. Bu da top kisinə səbəb olur. Ceyhun sağ altına ata. Maga qoşulub üçümə. Maga. Ceyhun zərbəsi indirir. Blok gəldi. Zabitdən bu zərbəyə. Out. Maga altın yetirdi. Nəzarəsi qalıb. Rami zərbəsi indirir. Top qapıdan keçdi mi? Nə baş verir? Qol aşı mərkədə göstərir. Nə baş verdi? Dirəkdən mi var? Və vara baxıldıqdan sonra qol qərarı təsdiqlənən hesab bərabərləşir. 1-1. Turan Falkons komandası hesabı bərabərləşdirdi. Mərkəzdən bu dəfə Razi komandası top oyuna daxil etdi. Hesabda tarazlıq var hal-hazırda. Altdan indi Fuad Hüseynov top oyuna daxil. Uzun ötürmə qapı qarşısına. Qalkiper. Yumruqaya topu. Təhkümü topu uzalaşdırdı. Şahin soldan oynayır Salih Abdiyev. Ötürməsini etdi. Maga. Yelma ötürməsi sağda qapı doğru zərbə gəldi. Əhməddən amma bu zərbəyə blok gəlir. Əhməd indi özü korneri yetirdi. Yelmar topladı. Top elədi özündədir. Sağa çəkdi. Zərbə mövqi axtar özünə. İndi zərbəsini indirir. Top qapı üzərindən meydandan çıxır. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Zabil irəyə doğru ötürmə. Yelmarın nəzarətinə top qapısı Ömərdə qaldı. Ömər ötürməsini etdi Şahinə. Döndü qapısına Ömər. Maga ilə oynadı. Maga ötürmədə biraz səsini yaşadı bu Şahin topu meydana saxlamadı. Amma təkmil oldu topu meydana saxladı. Əhməddə təzyiq var. Əhməd topu saxladı komandasında. Sol uzaqda. Maga'nı topla təmin edir. Maga Yelmar'a düşündü. Top ona çatmadı. Out Razi komandası yeni yetirdi. Zabil. Döndü geriyə Fuad. Yerə doğru ötürmə. Şahindən qarşılanır. Top Şahin topu qarşıladı. Turan Falkos komandasının döndü. Növbəti hücumunu izləyəcəyik. Salih Abdiyev çəkdi sağına. Salih zərbəsinə blok gəlir. Maga. Salih. Təhlükəli zərbələri var onun.
Şahin sağına çəkir, soluna çəkir, ötürməsiz. Əhməd top istədiyi kimi ayağına oturmadı. Qapıdan zərbə olacaq. Elnur Novruzov qapıdan zərbə topu daxil etdi. Kapitan Fuad Hüseynov da irəyə ötürmə. Tural istiqamətinə, Tural topu istədiyi kimi ram edə bilmədi. Top Turan Falkas komandasına keçir. Salih yenidən Şahin Məmmədov. Şahin. Qapıqarşı ötürmə. Zərbə gələcəkmi? Gəldi zərbə Maqadan amma. Bu zərbə dəqiq alınmadı. Time-out götürüldü. Time-outdan sonra yenidən görüşmək ümidi ilə. Hələlik. Time-outdan sonra onu yenidən hərəkətliyi qazanır. Ramin Kasımov topladı. Kapitan indi. Yəyə doğru uzun ötürmə edir. Salih istiqamətinə Fuad Hüseynov qarşıladı müdafiədə. Sol zantda Radik Amansu hücumu ziri zərbəyə blok gəldi. Zarın zərbəsini blok gəldi. Zar özü yeni yetirdi. Altı Yılmaz qarşıladı müdafiədə. Qapısı Elnur'a qədər gələ çatır. Elnur'dan irəyə doğru uzun ötürmə. Ramin qarşılayır. Out. Fuad kapitan outdan topunu daxil etdi. Elşən Muradov. Kapitan oynadı Fuad. Salih gələ təzyiq göstərir ona. Fuad topu özünü saxladı. Amma ayağına biraz iləri bıraxdı və top meydandan çıxır. Outda dərhal yeni yetirildi. Maqa topladı. Maqa bir geri ötürmə etdi Yelmar'a. Yelmar ara ötürmədə düşündü amma top komanda yoluşuna Salih'e satmadı. Solda da Fuad'ın qüvvətli zərbəsi top qapının üzərindən meydanı tərk etdi. Ömər indi qapıdan zərbə ilə topuna daxil edir Yılmaz. Maqa ilə oynanır. Maqa sol zəmfədə mərkəzləmə etdi Maqa. Maqa zərbəsi qalkiperdə qaldı. İstədiyi kimi effektiv. Həmişə ondan gördüyümüz zərbələrdən biri gəlmədi. Önünü yaxşı açdı amma zərbəsi də qüvvətli alınmadı. Tural ötürməsi irəyə doğru ötürməsi yaxşı alınmışdı top. Amma Elşənə çatmadı. Qapıcı Ömərdə qaldı. Maqa indi Ramin oynadı. Ramin Kazımov. Kapitan. Qapıcı oynayır Ömər. Ömər Şamiyev. Yelmar top istəyirdi. Topunu ötürdü. Yelmar Nəbiyevdən sağcan ötürməcəkdi. Alınmadı. Turalda meydanı tərk etdi. Out. Əhməd outdan. Topuna daxil edib artıq. Amma topçusu gəldi. Radik Alan topu qazanır. Qapıcı Ömərdə qaldı. Yenidən Turan Falkos komandasının hücumunu izləyəcəyik. Yılmaz Nəbiyev sağ zaqda. Maqa ötürməsini etdi. Maqa sol zaqda yaxşı ödü Əhmədi. Əhməd sağ zaqda Maqa boş qalıb. Zərbə indirir. Blok gəldi. Fuad özü çatdırdı son anda. Bu zərbəyə blok qoymağı bacardı. Sağ zaqda Maqa topladı. Maqa sol zaqda Yılmar'ı görür. Yılmar Nəbiyev sağa çəkir. Qüvvətli zərbə indirdi amma bu zərbə fərqli şəkildə çərçivənin üzərindən meydanı tərk edir. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Elşən Muradov topladı. Komandasının yeganə qolunu müəllifi Elşən qüvvətli zərbə indirdi. Qalkiper dəf etdi qapı qarşısında top. Zarın önündə qalmışdı amma zərbə indirmək mümkün olmadı. Zar tərəfindən Salih Abdiyev sağ zaqda. Qapı doğru zərbə gəlir Əhməddən amma bu zərbə də dəqiq alınmadı. Hər iki komanda da epizodları sağa sola xərcləyir. Oyunun bu dəqiqələrində. Ramin Kazımov outdan top oyuna daxil etdi. Maqa topladı. Maqa topu Raminə qaytardı. Kapitan indi. İniyə doğru uzun ötürmə. Top birbaşa meydanı tərk edir. Altın yetirildi. Yılmar qarşıladı müdafiədə. Yılmar Maqa oynuyor. Maqa. Ramin'i gördü yenidən. Ramin topu Maqa'ya qaytarır. Maqa döndü qapçısına. Ömər. Əhməd istiqamət ötürmə amma ötürmə biraz sürətlandı və top meydandan çıxdı. Altın yetirdi artıq. Elşən Muradov.
Yenidən Eşən topladı. Salih təzyiq göstərir ona. Və burada Salih qaydanı postu Eşənə qarşı. Zərbə zərbəsi də dərhal yerinə yetirildi Eşən tərəfindən. Fuad Hüseynov öz zərbəsini indirdi qapıya. Top qapının üzərindən meydana tərk etdi. Ömər də dərhal qapıdan zərbə ilə oyunu hərəkətliyi qazandırdı. Salih Abdiyev Əhməd oynadı. Əhməd keçdi orada rəqibini. Aşırma zərbəsi son anda. Qapı qarşısında Zabir Aslanov təhlükənin qarşısını aldı. Rami sen de yapar. Salih arkadan sen de yapar. Əhməd korneri yeni yetirəcək. Qapı qarşısına ötürmə gəldi. Top yetişmə dəymədən birbaşa altı yollandı. Sağ atan Zabil altdan topuna daxil etdi. Vurmurlar, eləmirlər axı. Getdi. Qazandı Turan Falcons. Çox ciddiyiz. Bak adama. Əhməd önünü açdı zərbəsinə. Blok gəldi Fuaddan. Yenə Əhməd zərbəsi indirir və gol! Turan Falcons komandası hesabda irəlidədir. 1-0 geriyə düşdü Elmasda. Qəşə. Əhməd. Əhmədin bu goluyla 2-1 hesabı ilə irəlidədir hazırda Turan Falcons komandası. Topu qazandı indi Rami. Qapıda uzabı gəldi və gol! Əhməddən arda gollar. Turan Falcons komandasının 10 nömrəsi Əhməd Alcanov arda rəqib qapısını məğlub edir. 3-1 bir anda hesab vəqini 2 topa çatdırdı Turan Falcons komandası. Nə baş verir? Time-out götürüldü hesab etməmsə. Yox, oyun devam edir. Birbaşa qapıya zərbə düşünüldü. Qapısı Ömərdə qalır top. Ömər. Fuadla oynamışdı. Topu qazandı Razi komandası. Ramin. İmkan vermədi. Rəqibinin zərbə indirməsinə. Top yenidən Turan Falcons komandasına keçdi. İkimiz yeni yerdəsiz. Baba öyle diyəmiz qardaş. Fuad topu qazandı. Sol uzun ötürməsini etdi. Seymur. Kamal Udoşu çatmadı. Maqa topu qazanır. Koş. Bəhmən yenidən Maqa çıxımı ötürmə. Qapı qarşısı ötürmə. Amma toxuna bilmədi topa. Qapı qarşısında Bəhmən və hakimin səsləndi. İlk hissə başa çatdı. İlk hissə Turan Falcons komandasının 3-1 üstünlüylə başa çatdı. İkinci hissədə yenidən görüşmək ümid ilə. Hələlik deyirəm. İkinci hissədən təkrardan hepinizi xoş gördük dəyərli futbol sevərlər. İlk hissə Turan Falcons komandasının 3-1 üstünlüylə başa çatdı. Baxa görə ikinci hissədə bizi nə cür bir qarşı vurma gözləyir. Razi komandası geri dönüş edə biləcəkmi yoxsa Turan Falcons komandası öz üstünlüyünü qoruyub daha da artıracaqmı? Bütün bu suallarımıza cavab tapacağıq ikinci hissədə. Hesabı asan tərəfsə onu da nədə tutdurum ki Razi komandası olmuşdu. İlk gol Razin komandasına gəldi. Murad Elşən Muradov üstən qüvvətli zərbə ilə, özəl zərbə ilə hesabı açmışdı. Amma bir sıx üstünlüyünü qoruyub saxlaya bilmədi Razin komandası. Və hal-hazırda 3-1 hesabı ilə geridədirlər. Time-out onlara necə yaralı olacaq? Yaralanam yoxsa ziyanlarından mı olacaq? Görəcəyik bunu ikinci hissədə. Eşan Muradov qapısız oynadı. Salih Abdiyev. Qapı doğru zərbə gəldi. Qüvvətli zərbə gələcək. Ondan top qapının üzərindən meydandan çıxdı. Turan zərbə ilə top oyuna daxil edildi. Burada qayda pozuldu Elşən Muradova qarşı. Elşən də dərhal indi cərimə zərbəsini yeni yetirməyə çalışır, amma indi yeni yetirdi cərimə zərbəsi. Seymur topa da sol uzaqda. Seymur Məmmədov. Ötürməsi keçmədi. Topu qazandı Ceyhun. Özü irəliyə salca ötürməsi etdi. Bəhmən qapı qarşı ötürmə və gol! Bu da növbətçi qolu Turan Falcons komandasına.
Ceyhun Quluzadə fərqləndi. 4-1. Mərkəzdən top oyuna daxil etdi. Razin komandası. Qalçıpədən yer doğru uzun ötürmə. Top qapçı Ömərdə qaldı. Ömər dərhal ötürməsini etdi. Şahin oynadı. Şahin Məmmədov sağ zaxa ötürmə. Bəhmən. Salih yaxınlaşdı onu top istəyirdi o. Ramin oynayır. Ceyhun. Topu özünü yaxşı saxladı Ceyhun. Ara ötürmə Salih istiqamətinə. Salih Abdiyev. Topu son anda Zabil uzaqlaşdırdı. Amma qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə topuna daxil edildi. Sağlıqdan ötürmə gəldi. Dəqiq alınmır. Topu yenidən Turan Falkons komandasında da. Salih Abdiyev özü zərbəsini endirir. Top çərçivədən yan keçdi. İndi Kamran qapıdan zərbə ilə top oyuna daxil etdi. Kapitan oynadı. Fuad Hüseynov. Ceyhun təzyiq göstərir ona və burada Fuada qarşı qayda pozuldu. Elşən sağ-sağ oynayır. Qapı qarşı ötürmə gəldi. Zərbə də gəldi. Zavidən amma bu zərbə çərçivəyə tuş gəlmədi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Salih Abdiyev. Ceyhun oynadı. Ceyhun Quluzadə. İndi ötürməsi. Ramin düşünmüşdü. Top ona çatmadı. Komanda yoldaşı daha doğrusu imkan vermədi. Altın yetirildi. İləyə doğru ötürmə. Biraz sürətli alındı bu ötürmə. Topa satılma mümkün olmadı. Tural tərəfindən. Top qapı xəttindən çıxmışdı. Buradan zərbə ilə top oyunu daxil edildi. Ömər topladı. Ömər Şamiyev. Rami Kazım oynayır. Rami sağcan ötürmə Bəhmən. Solca yaxşı ötürməkdir. Şahin Məmmədov istiqamətindən Şahin. Ayaq saxlayır. Ara ötürməsi Rami istiqamətindən Rami qapıda bendirdi. Top dirəkdən qayıdır. Çöl dirəkdən qayıdmışdı top. Oyuncu qapıdan zərbə olmalıdır. Kəbran yeni qapıdan zərbə ilə oyunun hərəkətliyi qazandırır. Fuad Hüseynov. Kapitan topladı. Döndü qapçıya. Qapçıda ötürmədə səhv yol verdi. Ceyhun önündə qalıb top. Qapçı da geridə qoydu və topu tora göndərir. Ceyhun Quluzadə. İkinci hissədə onlar imza atıb. Yəni bütün qollara Ceyhun Quluzadə imza atıb. Dubl etdi Ceyhun. 5-1. Deyə doğru ötürmə. Tural kesə bilmədi orada Şahini. Şahin topu indi uzaqlaşdırdı. Oradan yaxşı çıxdı müdafiədən. Salih Abdiyev topladı sol cəhdə. Salih rəqibin üzərinə gedir. Amma kesə bilmədi burada Eşən Muradov. Eşən özü sürətli irəliyir. Eşən özü zərbəsi indirdi. Top çərçivədən yan keçir. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Ömər tərəfindən Şahin. Top Şahində də hazırda iləyə doğru ötürməyə Salih istiqamətinə. Salih topu özünü saxlamağa bacardı. Salih döndü geriyə. Ramil. Kapitan indi Şahin oynadı. Fuad təzyiq göstərir ona. Top Şahindən meydana tərk etdi. Out. Rasin komandasında. Elşən Fuadla oynadı. Sağcaqda Seymur var. Seymur. Yaxşı gördü Elşənin. Elşənin zərbəsi qalkiper. Seymurun önündə qaldı amma top biraz ayağını ilə bıraxdı. Bu da top tiksinə səbəb olur. Ceyhuna ötürmək qeyri-dəqiqdir. Out. Alt taxtaq yeni yetirilib. Elşən.
Turan Falkos komandasına qaldı. İndi qapısı Ömərdə qalır. Top Ömər Bəhmən oynadı. Bəhmənə təzyiq var. O da ötürməsi Yeti Şahinə. Qapısı Ömər topladı. Soldan ötürmə indi Ceyhun toplayır. Ceyhun yaxşı ötürmə etdi ama ötürmə biraz sürətli aldı və top meydandan çıxır. Ötürmə qarşılandı. Avut Razi komandasından da Zabil. Avutdan topuna daxil etdi. Seymur oynuyor. Seymur. Şahin orada qaydada pozdu Seymur'a qarşı. Bayaqda ayağa işləyirlər. Evi saxlamırsan ha. Heç bir saxlamamısan. Asayı sayı olmuşsan. Tapşırmışam. Fuat Gəzər və sendirdi. Top Salihdən qayıtdı. Cansətdən qayıtdı. Out Razin komandasında. Bir başa qapıya zərbə düşündü ama çərçivədən rahat geçdi. Altdan zaten bir başa qapıya top geçsəydi gol qeydə alınmayacaqdı. Altdan zərbə ilə artıq top oyuna daxil edilib. Yerə doğru uzun ötürmə. Salih istiqamətli ama topa oyunu saxlamaq mümkün olmadı. Salih Konyan'ı yenitirdi. Qapı qarşısına ötürmə. Uzaqlaşdırıldı. İndi Razi komandasına əksimi izləyiblər Yeşən. Ramil Kasımova qarşısında. Yeşən imkan vermədi ona Ramil. Yeşən irələməsinə. Altı Yeşən Moldov özü yenitirdi. Seymur oynadı. Yenidən Yeşən. Zeynal sənindir. İliyə doğru ötürmə. Götürmüsən. Zaur işinin varsa var burada. Zaura qarşı qayda pozulur. Təmiz zərbəsini yenitirdi dərhal. Yeşən uzaq məsafədən zərbəsini indirdi. Çərçivəyə tuş gəlmədi bu zərbə. Bəhmən topu hal-hazırda. Topu itirdi Bəhmən. Qazi komandası topu qazandı. Yeşən baxır qapıya zərbəsini Ömər qarşılamağı bacardı. Top Bəhməndə qalır. Əksümə çıxır Turan Falkos komandası qapı qarşı ötürmə. Salih zərbəsi indirdi. Təkrar zərbə və gol! Salih Abdiyev. Növbəti qolu Turan Falkos komandasına. Qazandırdı 6-1. Hesab fərqi bir qədər də açılır. 5 top olur artıq fərq. Əşkəsdən topuna daxil edilib ama Turan Falkos komandası topu qazandı. Ramin ötürməsi dəqiq alamadı. O meydanda qalmır, out. Bəhmən out'u yenitirdi. Şahin yanında kapitan oynadı. Özümündür. O özümü. Sol zansa Şahin topladı. Şahin Salih oynuyor. Salih zərbəsi və top tordadır. Top tordadır. Növbəti qolu gəlir Turan Falkos komandasının. 7-1. Hala bro. Rami. Mərkəzdən indi Haşimi piti ilə Qazi komandası oyunu hərəkətli qazandırır. Sol cənatına gəldi. Zaur topladı sol cənata. Qarşısını kəsdi Maqa. Out. Zərbə dəqiq alınmadı. Daha doğrusu blok gəldi müdafiəsərdən və korner olacaq. Korner yetirir qapı qarşı ötürmə. Zərbə də gəldi ama top qapının üzərindən meydana tərk edir. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə Ömər
topu oyuna daxil etdi Maqa. Sol uzaqda Şahini topla görüşdürdü. Şahin Yelmar oynadı. Yelmar öz zərbəsi indirir. Qüvvətli zərbə, alza fərqlə. Çərçivədən yan keçdi. Fuat qapıdan zərbəli oyun hərəkəti qazandırır. Fuadı görürük bu dəqiqələrdə qapıda. Yine doğru ötürmə gəldi. Ötürmə mərkəzə. Eşən topu komandası saxlaya bilmir. Yılmaz sürətlə elədiyi ötürməsi. Dəqiq alınmadı. Top yenidən Razin komandasına da iləyə doğru ötürmə. Maqada qalır top. Və burada qayda pozuldu. Maqa qaydanı pozdu. Zabilə qarşı. Əzildin Zabi. Hiç səsləndi indi. Cərimə zərbəsi. Yeni Fuad qapı doğru zərbə indirdi. Top Maqadan qayıtdı. Maqa blok koydu bu zərbəyə. Əhməd. Yayi aşırma zərbəsi. Top çərçivəyə tuş gəlmiş. Qapı boş qalmışdı. Əhməd bu fürsətdən yaralanmaq istədi amma zərbəsi qeyri-dəqiq alınır. Aşırma zərbəsi düşünmüşdü. Ceyhun Qulzadə önünü açdı zərbəsi indirdi. Fuad dəf etdi bu zərbəni. Korner. Əhməd Korneri yeni etirir. Qarşılanır top müdafiədə. İndi əksuna çıxa bilər Razin komandası. Amma Şahin özünü çatdırdı və topu komandasına qazandırdı. Amma top gəldi indi out. Razin komandasınındır. Yılmaz arxandadır. Elşən. Salı qapı qarşı ötürmə. Topa toxunmaq mümkün olmadı. Cərmə meydancasında Tural tərəfindən. Qapıdan zərbəli artıq oyun hərəkəti qazanıb. Maqa topladı. Solcan ötürmə, Şahin istiqamətinə qarşılandı müdafiədə. Top uzaqlaşdırıldı. Hə? Mən niyə? Meydana qalmadı. Out yenitirdi. Qapı doğru zərbə gəldi. Fuad Hüseynovdan. Kapitan çərçivəyə tuş gələ bilmədi. Hərəkət elində, hərəkət, hərəkət. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Maqa. Ceyhun. Yenidən Maqa. Müdafiədən yaxşı çıxdı Turan Falkos komandası. Ceyhun. Sağcın ötürmə. Yelmar qapı qarşı ötürmə. Bu zərbəni qalkipə dəf etdi. Fuad imkan vermədi Ceyhun Qulzadənin növbəti qoluna. Uzatırmə dəqiq alınmadı. Top qapı xəttindən meydanı tərk edir. Buradan zərbə ilə top oyuna daxil edildi. Yelmar. Bitirməsi. Maqada qarşı top. Maqa. Maqa ayaq saxladı. Döndü qapısına. Yüksəm müdafiədə Şahin Məmməd topladı. Şahindən qapı qarşı uzatırmə. Yelmar boşda zərbə indirdi. Çətinib topda. Zərbə indirməyi bacardı amma zərbəsi alza fərqlə qapının üzərindən, qapı tirinin üzərindən meydanı tərk etdi. Qapıdan zərbə ilə Fuad topuna daxil etdi. Elnur. Elnur özür eləyir. Sağcaq oynadı. Deməsi dəqiq alınmadı. Top yenidən Turan Falkos komandasına keçdi. Tək toxunuşlar Ceyhun Sürətümə. Ceyhun. Əhmədi düşürdü. Ceyhun anlaşılmazı yaşandı Turan Falkos komandasında. Ceyhun Əhmədin o istiqamətə gələcəyini düşünmüşdü. Əhməd yerdə qaldı. Top meydanda da Elşən. Qapısı oynadı Fuad. Arkadaş sen. Qoy gəlsin. Həmə səndir Fuad. Gördün bura. Elşən irəliləməsinə imkan vermədilər. Out. Razin komandasında. Out dərhal yeni itirildi. Təzyiqi var Ceyhunun, amma top Enurda qalır. Razin komandasına qalır top. Yine doğru ötürmə. Topu qazandı. Turan Falkons amma müdafiədə Fuad. Son anda. Ne oldu eşe? Abi bir nəfər aşağı qalmıyor. Rəqibin irəliləməsinə imkan vermədi. Korner yeni yetirəcək. Turan Falkons komandası. Əhməd var topun arxasında. Şahin oynadı. Yenidən Əhməd. Yaxşı çək top sağına. Zərbə endirəcək. Zərbəsi indirdi. Son anda. Fuad dəf etdi bu zərbəni.
Altdan top oyuna daxil edildi. Maka sağ zah oynadı. Əhməd baxdı qapıya, qüvvətli zərbəsi. Çərçivə istiqamətdən getmədi. Qapıdan zərbə ilə oyunun hərəkətliyi qazandırdı. Qalkiper Fuad. Kapitan topladı yenidən. Onu qapıda görürük bu dəqiqələrdə. Təsdiqi var Ceyhun'un və Ceyhun qaydanı pozdu. Rəqibinə qarşı. Gəlmə eləməyək. Cəymə zərbəsi yetirdi birbaşa qapıya zərbə. Top qapının üzərindən çıxır. Get versin də. Qapıdan zərbə artıq oyun hərəkəti qazanıb. Yenidən qazandı Razin komandası. Elşən Elnur'la oynadı. Elnur doğru ötürmə. Top komanda yoldaşına çatmadı. Burada qayda pozuldu Şahinə qarşı. Zar qaydanı pozmuşdu. Cəymə zərbəsi artıq yerinə yetirildi. İləri doğru ötürmə qapısı. Fuadda qalır top. Fuad özü irəliməyə çalışır. Yelmar kəsi qarşısına out. Elnur baxır qapıya. Sağ əməliyyatı qapı qarşısına ötürmə düşündü. Ötürmə cəhdi alınmadı. Topu qazandı Turan Falcons. Maka Şahin'dir bu. Şahin! Gol! Burada növbəti qolu. Turan Falcons komandasından növbəti qolu gəlir. Qolu vurur və kənara gəlir. Şahin Məmmədov komandasının növbəti qoluna imza atdı. 8-1. Trapalkos komandasından indi növbəti hücum əmməsi izləyəcəyik. Ramil Kasımov Maka ilə oynadı. Maka topu özünü yaxşı saxladı. Yaxşı keçdi orada Seymuru. Yelmar'la oynadı. Yelmar solcan ötürmə. Ramil Əhmədlə oynadı. Əhməd qapı qarşı ötürmə edəcəkmi? Ötürməsi etdi amma top Yelmar'ın gerisinə düşdü. Top altı yollandı birbaşa. Altdan top oyuna daxil edildi. Elşən. Elşən Muradov top hələ də özündədir. Komandasının yeganə qolunun müəllifidir. Elşən oyundakı asılış qolunda müəllifi odur. Fuad orada Ramil kesməyi bazardı. Yeri ötürmək kesmədi. Altı yetirildi. Seymur sağcaqla Eşən sıqan ötürmə Eşən zərbəsi indirir amma qeyri dəqiqdir bu zərbə. Kapitan zərbə ilə top oyuna daxil edildi. Maga Salih oynadı. Salih Abdiyevin açıqdır. Zərbəsi indirir. Öz komanda yoldaşı Yelmar'a tuş gəldi bu zərbə. Yox. Müdafiələrdən qayıdıb. Mən insaf görmüşəm. Bu zərbə Əhməddən qapı silinədəydi. Və meydandan çıxır. Kapitan zərbə ilə dərhal top oyuna daxil edildi. Seymur ötürməsini Eşən etdi. Eşən top ayağının altında qalır və Yelmar gəldi. Topu Turan Falcons komandasına qazandırdı. Burada qayda pozuldu. Altıncı zərbəsi olduğu üçün 10 metrəlik zərbə təyin olunur Turan Falcons komandasının qapısına. Növbəti qol üçün fürsət yaranıb Razin komandasına ikinci qolla. Maçdakı ikinci qollarını vurmağa yaxşı şərait yaranıb. Zərbə gəldi qapıya və top tordadır. Top tordadır. Fuad Hüseynov fərqləndi. 10 metrəlik zərbədən topu toraya göndərməyi bacarır Fuad Hüseynov və 8-2 etdi hesabı bu qolla. Mərkəzdən top oyuna daxil edildi. Bu dəfə Turan Falcons komandası top oyuna daxil etdi. Maka soldan ötürmə Fuad istiqamətinə. Ramil Kasımov. Kapitan Yelmar oynadı. Rəhmən yenidən Ramil. Ramil ötürməsi sağca ha. Maka topu ayağını ilə buraxdı.
Top meydandan çıxdı, out. Altın yetirdi Bəhmən. Maqanı düşündü, Maqa. Top özündədir, geriyə çəkir bir qədər Maqa. İndi ötürməsi etdi, sətin vəziyyətdə yaxşı çıxdı. Ramil Maqa ilə oynadı. Maqa sağcaqda, Ramil qapı qapı tutmaya zərbə gəldi qapıya. Bəhmən tərəfindən amma bu zərbədə qalınmadı. Fuat, kapitan bir rəqibini geridə qoydu, ötürməsi amma Maqa bu ötürmənin qarşısı kəsdi və topu Turan Falcons komandasına qazandırdı. Ceyhun Qulzadə topladı. Ceyhun solda oynayır, Maqa. Ceyhun'a və gol! Ceyhun topu Tora göndərdi. Ceyhun Qulzadə. Əlbəttə qolu gəldi, ettirik edir o da. 9-2 olur hesab bu golla. Mərkəzdən top oyuna daxil edildi. Razin komandasında. Fuat, Ceyhun təzyiqi var. Top meydanda qalmadı. Qapıdan zərbə olacaq. Qapı topu əllə oyunu daxil etməlidir. Hakim onu bildirdi Fuada. Fuad Tural'la oynadı indi. Qaydalar çərçivəsində top oyuna daxil etdi. Seymur ötürməsi etdi. Seymur yaxşı keçirdi rəqibini. Son anda özünü çatdırır Bəhmən. Topu out yolladı. Altın yetirdi artıq. İlerləmək mümkün olmadı. Qarşısı kəsildi. Zabilin korner olacaq. Kornerdə dərhal yetirir Seymur. Seymur ötürməsi etdi Zavra. Qapı qarşı ötürmək. Eşən zərbəsi indirir və gol! Top tordadır. Top tordadır. Eşən fərqləndi. Özünün ikinci komandasının üçüncü qoluna imza atır Eşən Muradov. 9-3. Və Hakimin də final fiti səsləndi bu qolla. Maç başa satır. 9 hesabı ilə qələbə qazandı Turan Falcons komandası. Təbrik edir Turan Falcons komandasına. Növbəti oyunlarda hər iki komandaya uğurlar arzulayırıq biz də. İndi röportajımızı burada yekunlaşdırırıq. Növbəti maçlarda yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.